Səni dünən dündəlik işlərini edərkən gördüm. Namaz qılmadan, dua etmədən bir günü daha keçirdin. Hətta yemək yeyərkən və yatarkən belə dua etmək üçün vaxt ayırmadın. Çox nankörsam. Səninlə qürur duyuram. Mənimlə olduğun üçün necə çox xoşbəxt olduğumu deyə bilmərəm. Xatırlayırsan, illərdir bərabərik, amma səni hələ də sevmirəm. Düzünü deyim sənə, səndən Allahdan nifrət etdiyim üçün nifrət edirəm. Allah məni cənnətdən atdığı üçün mən də səni istifadə edirəm. Səni də Allahın mənə etdiklərini ödətdirənə qədər istifadə edəcəm. Ondan sonra sən də rədd olub gedə bilərsən. Bilirsən ağılsız, Allah səni sevir, amma sən həyatın boyunca mənim yanımdaydın. Bunun üçün də səni mükafatlandıracam, həyatını cəhənnəm edəcəm. Biz ikimiz birlikdə olduqca, bu Allahı çox incidəcək. Zaman sənin həyatını kimin istiqamətləndirdiyini ona göstərəcək və bu sənin sayəndə olacaq. Keçirdiyimiz gözəl günləri xatırla. İnsanları necə incidirdik, onlara küfr edirdik, əxlaqsız məkanlara gedirdik, oğurluq edirdik, necə ikiyüzlü davranırdıq, içki içirdik, məscidə getmirdik, qeybət qırırdıq. Bunların hamısını itirmək istəmərsən, elə deyilmi? Onda gəl axmaq, sonsuza qədər birlikdə yanaq. Sənin üçün çox şeylər düşünürəm. Bu məktubu sənə nə qədər dəyər verdiyimi söyləmək və həyatının böyük bir parçasını istifadə etməyimə icazə verdiyinə təşəkkür etmək üçün yazıram. Yeni nəsilə yalançılığı, aldatmağı, qumarı və məscid yerinə diskolara getməyi öyrət. Sən bunları onların yanında et ki, onlar da səni nümunə götürsünlər. Bir müddət sonra onlar da eynisini edəcəklər. Nəsə, indi getməliyəm, amma bir neçə saniyə sonra təkrar səni görməyə gələcəm. Azca ağlın olsaydı, tövbə etmək üçün bir yerlərə gedərdin və yaşayacaq olduğum bir neçə ili də Allahla birlikdə keçirərdin. Birini xəbərdar etmək xarakterimdə yoxdur əslində, amma səni tanıyıram. Sən onsuz da mənim yanımdan ayrılmarsan. Sənin yaşında olan bir insanın hələ günah işləməyə davam etməyi axmaqlıq olsa da, məni səhv başa düşmə, səndən hələ nifrət edirəm və bu belə davam edəcək. Məni həqiqətən sevirsənsə, təbii ki, bu yazını kimsə ilə paylaşmazdın. Ölüm bizi görüşdürənə qədər.